Ayı balası ilə dovşan dostları kirpiyə qonaq gedirdilər. Meşədə yol gedərkən dostlar qarşılarında topa şəklində yığılmış zibili gördülər. İnsanlar meşəyə gəlib dincəlib, öz arxalarınca təmizlik etmədən getmişdilər. Kağız, şüşə və yarımşıq yeməklər ətrafa atılmışdı. Ayı zibillərin arasında göy rəngli konfet tapır və onu götürür. Ayı dedi, "Bu, gör nə tapmışam. Biraz da axtarsan daha dadlı şeylər taparıq yəqin." Nə danışırsan? Sən bunu yeməyə hazırlaşırsan ki? Aha, belə yeyəcək. Şokoladlıdır. Dadı gözəl olacaq. Ayı balası konfeti açıb yedi. Dadı onun çox xoşuna gəlmişdi. Ardınca zibillikdə eşələnərək yeni dadlı konfetlər axtarmağa başladı. O qədər başı şirin şeylər tapmağa qarışmışdı ki, yerdəki şüşə qırığını görmədi və üstünə bastı. Oy, 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 oy. Çox incidir. Mən nəyəsə bastım, ayağıma batdı. Xoşbəxtlikdən ayağına yaxınlıqda idi. Dovşan cəld gəlib onu köməyə çağırdı. Ayı qaçaraq balası olan yerə gəldi. Balasının yarasını təmizləyib onu sarıdı. Ayı balası sevinərək ayağa qalxmaq istəyirdi. Bu səfər də qarnı sancılmağa başladı. Oy, 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 anacan, indi də qarnım sancılanır. Bilmirəm niyə. Niyə ay bala? Yerdən konfet tapıb yeyib, ona görə olacaq. Ay 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 bala, yerdən tanımadığın bir şey götürmək və əsasən yemək olmaz. Al, bu otlardan hazırlanan dərmanı. Birazdan köməyi dəyər. Ayı balası dərmanı içdi. Bir müddət sonra ayağa qalxdı. Ayı üzünü izləyicilərə tutaraq dedi. Dostlar, meşəyə gəzməyə getmək çox gözəldir. Ancaq zəhmət olmasa meşələrimizi qoruyaq, zibilləməyək. Təmizliyin keşiyində durmaq həm ağac və bitkilərin, həm də meşədə yaşayan canlıların həyatını qorumaq üçün çox vacibdir. Yadda saxlayın, hər yolda gördüyünüz şey xeyirli deyil. Ehtiyatınızı qoruyun ki, sonra mənim balam kimi əziyyətini çəkməyəsiniz. Hələlik dostlar. Hələlik dostlar.